Gəldi 41'ə. Bax 41 gözəl sualdır. Sanki bu kitaba sualı yığanda elə oradan buradan kopyalayıb atıblar. Ardıcılıq getmir. Bax 8, 12. Üçüncü tərəfin medianı. Bax bunu bir dəfə elə bu da keçən ayda atanıdır. 2 həftə əvvəl güvəninin ya da OTK-nın sınağına düşmüşdü. Müəllimlər bunun həllərini yazmışlar, düsturun tapıb köklər çıxartmağa çalışmışdılar. Yəni üçüncü tərəfə x deyirlər, bunun medianın düsturunu tapmağa çalışırlar. Və başlayırlar x-ə tam ədəd verməyə. Axı x-də 20 ilə nə aralığındadır? 4. Və sualda səhv çıxardırdılar. Xeyr. Yadınızda saxlayın, medianın tam olması üçün tərəflərin rasional və yaxud da ki tam olmasına ehtiyac yoxdur. Çünki orada kvadratlar rol oynayır. Yəni bu x tam olmasa da median tam ola bilər. Anlatabildim. İndi nə edirik? Median çəkirik. Yadımıza nəyi salmalıyıq? Median qarşı tərəfin ortasını birləşdirir. Yaxşı. Bax, bütün üçbucaq mövzusunda, ümumiyyətlə həndəsədə orta nöqtə 2 dənə halı yada salacaq. 1. Medianı, 2. Orta xətti. 1. Medianı, 2. Orta xətti. Medianı çəkib, biz indi orta xətti çəkirik. Bax, medianı özü çəkib, mən də indi nəyi çəkirəm? Orta xətti. Bu orta xətti çəkdim. Burada tutaq ki, deyək. Orta xətti çəkdiyimə görə buralar nə qədər olur? Bəs bu orta xətti axı 8-in yarısı nə qədərdir? 4. Onda burada nə var? Üçbucağı bərabərdir. M kiçikdir onların cəmindən, böyükdür onların nəyindən? Fərqindən. Bildiniz? Bəli. Yəni burada median düsturu rol oynamır.